sualımız Albaniya ilə bağlıdır. Albaniya dövlətində Arşakilər sülaləsinin dövrünə aid olanı soruşur. Baxın, Albaniyanı idarə edən 3 sülalə olub. Aranilər, Arşakilər, Mehranilər. Bizə isə Arşakilərə aid olanı soruşur. A variantı, Roma Respublikası ilə Sasani dövləti arasında baş verən Amid döyüşündə Sasani dövləti tərəfindən mübarizə aparmışdır. Burada diqqətli olun. Amid döyüşü aiddir Arşakilərə, amma Roma Respublika deyildi, imperiya idi. Ona görə A variantı yanlışdır. Və də Kür çayı sahilində Roma sərkərdəsi Pompey Albanları məğlub etmişdi. Bu zaman Albaniyada Aranilər sülaləsi idi. Ona görə bu variantı da götürmürük. C-də Cavanşirin dövründə daxili müstəqillik qorunmuşdur. Cavanşir Mehranilər sülaləsinə aiddir. Yəni bu variantda aid deyil. D-də Urnayrin dövründə xristianlıq rəsmi dövlət dini elan edildi. Bəli, 313-cü ildə xristian dini Albaniyada rəsmi dövlət dini elan edildi. Bu da Arşakilərin dövrünə düşür. Çünki Arşakilərin dövrü 1-ci əsrdən başlayacaq artıq 630-cu ilə qədər davam edəcək. Y-də Atropatena ilə dostluq əlaqələri saxlanılıb. Atropatena dövləti heç Arşakilərin dövründə yox idi. Ona görə də doğru cavabımız D variantıdır.